Azərbaycanda qanunsuz onlayn kazino və qumarla bağlı saxlanılanlar var. Gündəm xəbərinin efirində 1 iyun tarixli məlumatımız isə belədir. Azərbaycanda qanunsuz onlayn kazino və qumar oyunlarına qarşı əməliyyat zamanı 4 nəfər saxlanılıb. Saxlanılan şəxslər isə Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Sultanovdur. Araşdırmalar zamanı müəyyən olunub ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarından Azərbaycan segmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarının təşkil etməsinə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıkları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd eləyək ki, artıq son zamanlarda sosial şəbəkələrdə məhz onlayn kazino və qumar şəklində oyunlar və reklamlar xüsusilə gündəmdədir. Odur ki, bununla bağlı da aidiyyatı qurumlar lazımi tədbirləri həyata keçirir.